Qanlı bürəklə danışıram. İndi nə qaraq biz başqa şey keçməyək. İndi başlayıb bir qorxu. Nəysə. Axı bəyək də başladı. Allah xeyir versin deyə başlamışdıq. Tamam. Hansındaydı? Ha, ofis icarəni getdik. İndi gələk. Mal mövzusunu başa düşdünüz, yəni hansıdır, mal nədir? Keçdik nəyə? Mebellərin alınmasına. Baxın, mebellərin alınması əməliyyatını biz burada sadəcə yazacağıq. Aktivin alınması. Orada indi maraqlı ofis icarəsində bir dəqiqə öhdəliyə qeyd eləməmişik. Aktivin alınması əməliyyatında biz bunu necə almışıq? Görün nəqd almışıq mı? Bəli. Deməli 300-dən 900-ə qədər heç bir hesabı istifadə eləməyəcəyik. 1-dən 300-ə qədər olan hesabı istifadə, yəni 100-dən 300-ə qədər olan hesabı istifadə edəcəyik. Həm debitdə, həm kreditdə. Biz mebeli aldıq. Burada əməliyyat nədir? Yer dəyişmə oldu və nəqd elədik də, düzdürmü? Baxın, indi burada maraqlı bax özünüz yazanda görəcəksiniz. Rəqəm nə qədərdir? Mənə deyin zəhmət olmasa. Birinci bildiklərimizi yazaq. 2000-dir. Tamam. 2000 manat məbləğə qeyd elədim. Mənim nəyim artıbdır aktivdə? Əsas vəsaitim artıb, bəli. Biz buna deyirik torpaq tikili avadanlığım artdı. Bəli. Hesaba hələ gələcəyik. Bu nədir belə? Hə. Bəs yaxşı, öhdəlikdə nə artıb? Öhdəlikdə orada bir şey yoxdur, düzdürmü? Kassa azalıb. Deməli, kassada... Oy. Kassa. İndi kassanın nömrəsi nə idi? 221 yazırsınız önünə. Torpaq tikili avadanlığın rəqəmi nə idi? Bütün aktivlər uzun müddətlidir. Yəni, bütün əsas vəsait, bax, bütün əsas vəsait uzun müddətlidir. Yəni, baxın, əvvəllər belə bir tərifi var idi ki, həm bir ildən çox istifadə olunmalıydı, dəyəri 500 manatdan yuxarı olmalıydı. İndi ki, bu əsas vəsait vəziyyətinə düşsün. Əvvəl 100 idi, sonra 500 oldu, sonra ümumiyyətlə o təyinatı yığışdırıldı. Artıq uzun müddətdir. Yəni, mən axırın səfərində vaxt qeyd etmişəm, bilmirəm. Rəsmiyyətdə 500 manat olaraq qalır. Yəni, 500 manat olaraq qalır, yəni limiti. Amma belə bir şey var. Düşünün, işçi ayaqqabısını 300 dollardır. Siz onu əsas vəsait kimi qeyd edəcəksiniz, yoxsa az qiymətli tez köhnələnmi və yaxud da ki, inventar kimi mi qeyd edəcəksiniz? Baxın, onu əsas vəsait kimi yox, inventar kimi götürə bilərsiniz. Yəni, 510 manat edir. bəli, 510 manat edir. Deməyə çalışdığım odur ki, həcmi xırda olan, gündəlik istifadə olunan, yəni işçiyə bir dəfəlik verilən şeylər var ki, hansı ki, dəyərlidir. Yəni, siz onu durub, amma istifadə qaydası əsas vəsaitin qaydasına uyğun deyil. Yəni, onu götürüb şey kimi qəbul etmək olmur. Necə deyim, əsas vəsait kimi balans otuzdurmaq olmur. Gəlin belə bir şey deyim. Bayaqların bir misal çəkdim, xatırlayırsınızsa, satışla bağlı. İşçilərin əldə istifadə etdikləri terminalların dəyəri 300-310 manatdır. Siz onu müəssisənin əsas vəsaiti kimi qeyd etməsəz, 500 manat eləmədi də, düzdür. Amma 3 ildə də eyni şey istifadə edir. Gəlirin əldə olunmasına istifadə olunur bu. Mən bunun köhnəlməsini edəcəmsə, hara edeyim yazım? Yox, köhnəlməsini yazmamalıyamsa, xərcə silməliyamsa, necə silim? Mən bunu istifadə edirəm. Yəni, fikir oradan ayrılıbdır. O sistemdə zaten xərc kimi qəbul edir. Sizin qiymətləndirmə, yenidən qiymətləndirmə özü başlı-başına bir ayrıca bir prosedurdur. Yenidən qiymətləndirmə binalar və nəqliyyat vasitələri üçün keçərlidir. Bizə? Onun dəyəri, xahiş edirəm, oranı qarışdırmayaq. Onun ilkin balansa oturma dəyəri nədir? Həmin o baltanın. Bizdən danış, biz 300 manatdan danışırıq. Sən 50 minlik bir şeydən detirsən. Onu bilmirəm da, o başqa mövzudur. Pulu çoxdur, ondan da yəqin. Onu başqa bir silirlər, sonra elə bir faizlə qiymətləndirir, yeni sistemi oturdururlar. Silinən bir şey sistemi necə oturur? Təzə tapqozdan oturdururlar onu. Yenidən alışı var da onun deməli. Alışı yox.
Əvəzsiz olaraq girişi var. Bir şəkildə o balansa girməlidir. Baxın, elə deyil. Siz bunu silirsinizsə, deməli bu dəyərini itiribdir. Heç bir şey istifadəyə yararlı deyil. Əgər bax silinmə gedirsə, balansdan sıfırlaşırsa bu. Siz onu bax çıxdı, baxıldı vəziyyətdə, müəyyən təmir getdi üzərində və yaxud da təmizləmə işi getdi üzərində, bir əmək sərf olundu buna. Bu müəyyən bir yararlı vəziyyətə gəldi. Deyək ki, 1 kilometrdə quyu qaza bilər. Təzədən o minvaldakı bir dəyərlə əvəzsiz olaraq balansa giriş eləməlidir. Bu balansa girmə yeri olmalıdır. Yoxsa sən onu silib atsan ki, bu yoxdur, xərcdir. Sən onu balansa necə əlavə edə bilərsən ki, başqa? Yəni sən onu amortisasiya hesablayıb, köhnəlməsini hesablayıb, bunu sıfırlasan, çox güman ki, onun köhnəlməsi kilometrajı iləndir. Misal üçün. Metrajı iləndir. Ha, tamam olandan sonra, əgər yenə də bir yararlı vəziyyətdə qalırsa, istifadəyə icazə verirsə, əlavə oluna bilər. Əlbəttə, o təzədən, baxın, belə deyək də, müəyyən bir dəzgah, avadanlıq, əsas vəsait tam funksiyasını bitirib silinir ha. Silindən sonra bir neçə müxaviləşmə də qeyd edə bilirsən. Məsəl üçün, iri ağır istehsal zavodlarında dəzgah fəaliyyətini dayandırandan sonra onun sökülmə prosesi olur. O xərc əmələ gəlir ortada. İşçinin, fəhlənin pul əmələ gəlir, detalları sökməyə, qırmağa. Oradan ortaya çıxan ehtiyat hissələri və digər, belə deyək də, əlvan metal qəbulu məntəqələrində satılan vəsaitin xərcinə silinir həmin o çəkilmiş əməklər. Amma yerdə qalanda gəlir, onu sən digər gəlir. Və yaxud da ki, eyni tipli avadanlıqla sənin müəssisəni istifadə edir. Oradan çıxan ehtiyat hissəsi düşür sənin ehtiyat hissə anbarına. Mədaxil edirsən. Yerdə qalanın gedir tullantıya. O qiymətləndirmə bizim mütəxəssislər tərəfindən qiymətləndirir. Bəli, o sizin daxili prosedurun nəsə bir faydalı bir yeridir. Yəni o belə bir əməliyyatı yoxdur. İndi baxın, torpaq tikili avadanlıqda mən nəyə görə dayandım? Orada siz birinci əməliyyatı nədir? 101-dir, yoxsa 111-dir? 111. Torpaq tikili avadanlıq. 111. 111. Baxın, amma əvvəlcə bu müəssisəyə balansa girişini biz elə 111 olaraq qeyd edəcəyik. Çünki bizə əvvəlindən belə lazımdır hələ ki. Amma irəli dərslərimizdə biz bunu 113 olaraq seçəcəyik və yaxud da Bresin özündə də 113 olaraq seçəcəyik. Niyə? Çünki bizim balansımıza daxil olan vəsaitin özümüz üçün istifadə edəcəyimizi, yoxsa bunu satacağımızı bilmirik. Bu və yaxud da hələ istifadəyə verməmişik. Belə deyək, bir qayda olacaq sizin üçün əsas vəsait dərsimizdə 8-ci prezentasiyada əsas vəsaitləri istifadəyə verdikdən sonra siz onu amortisasiya hesablayasınız. Yəni müəssisənin şey olmağa başlayacaq əsas vəsaiti. Ona görə ona qədər başqa hesabda aktiv bölümündə qalacaq. İndi burada da onun kimi müəssisəyə əsas vəsait nə zaman deyirik? Alınır, gətirilir, yeri hazırlanır, quraşdırılır. Push knopkası var ha. O basılanda olur əsas vəsait. Yəni istifadəyə tam bəli, istifadəyə tam hazır olduğu zaman olur əsas vəsait. O hesabın altında olmalı. 113'ün altında baxın orada olmalı. Kapitallaşdırılması, bəli. Məsəl üçün nədir? Əsas vəsait alınır. Əvvəllər 08 nömrəli hesab var idi. Kapitallaşdırma hesabı. Əlbəttə. Sən də düz deyirsən. Mənim ürəyim doludur. Sonraki əməliyyat azaldı. Kompüterlərin alınması 3 ədəd kompüter alınıbdı 2700 manat. Debitə nə yazacağıq avtomatik? Birdən 300-ə qədər olan bir hesab yazacağıq, düzdürmü? Kreditdə nə yazacağıq? Baxırıq burada. Hara getdi? Öhdəlik hesabı yazacağıq. Bayaqlarında demişdik 531 nömrəli hesabı yazacağıq. Xarçanım? Çaşdırma məni. Deməli, əgər avadanlıq alıramsa, əsas vəsait torpaq tikili avadanlıq. Vərdiş edəcəksiniz. Torpaq tikili avadanlıq, əsas vəsait də deyə bilərsiniz. Artıq baxın sürətlə yazıram. Debitdə 111 yazdım. Niyə? Çünki aktivdə debitdə artdı 2700 manatlıq hissə.
ben debitə 1-dən 3-ə qədər onu hesabıma qoymalıydım. Nə almışdım? Təyinatına baxıram qarşısında. Kompüter. Kompüter almışam. Kompüter nəyimdir mənim? Əsas vəsaitimdə avadanlığımdır. Ona görə avtomatik olaraq yazdım avadanlıq hesabına. Bəs yaxşı, mən bunu harda hesablayıram? 531 nömrəli hesabın adı nədir? Öhdəlik. Yəni adını tam oxuyun, onun zəhmət olmasa. Aha. Bəli. Kredit borcunu yox. Elə o kreditor borc sadəcə sənin borclu olduğun gedir mənasındadır. Sırf kreditə bağlı, bank kreditinə bağlamam. Ha, bank kredit hesabı ayrıdır. Nə qədərdir bu? 2700 manat. İndi neçə əməliyyat yazmışıq hələ? Çox az yazmışıq. Birini də yazaq. Ofis ləvazimatlarının alınması, bu da aktivin yer dəyişməsidir. Aktivin yer dəyişməsi, amma bir dənə zəhmət olmasa içinizdən biriniz başdan ayağa bunu mənə deyin də. Ləvazimatların alışı, yox. Bu ofis ləvazimatlarının alışıdır. Hə, baxın, bunun mənə müxabirləşməsini deyin. Yazıram 111 221 221 nə idi? Kassa 111 nə idi? TTA. Rəqəm nə qədər idi orada? 400 manat. Zəhmət olmasa yoldaşlara da izah elə görək. Niyə 221 kreditə yazdın? Niyə 111 debitə yazdın? Aha. Aktivin yer dəyişməsi olubdur. Əla, tamam. Bunu bu cürə anlamayan var mı aramızda? Təyinatını. Buranı mı deyirsiniz? 111. Yox, 111. Siz yox, üzr istəyirəm. Sən buna ləvazimata 111 demirsən. Bax gör orada başqa əməliyyat var. Amma o uzun müddətli deyil axı. Qısa müddətli Qısadır, qısadır. O material Yani kassanın ödenmesi yani bilmem. Bu düzdür, bura düzdür. Ödəniş edibdir adam. Aktiv. Baxın görün hardadır, harda qeyd edib. 1-dən 300-ə qədər olan hesabatın içərisindədir. Baxın. Gəlirik burada digər bir suala. 200-dən başlayan hesablar var ya da 200-dən 300-ə qədər olan hesablar. O hesablarda ehtiyat hesablarıdır. Yəni ambar kimi stoklaya bildiyiniz şeylərdən gedir söhbət. Bəli? 201 də onun içərisindədir. Orada 205-dir bəlkə. Bəlkə 203-dür. Mən nə deyirəm ki? Yox, bunu sat. Bax, bayaqlar nə dedik? Mal sualın verildi. Dedi, alıb satdığımız şey dedik bizim malımızdır. 204 hazır məhsul var idi. 205 səfər məhsul satmaq üçün idi. 201 xam maldı. Bir tane zəhmət olmasa 201-dən üz aşağı oxuyun. 202 məsrəflər olacaq. 202 istehsalat işletilmez məsrəfləri. İstehsalat məsrəfləri. Sonra? Aha. Və bunu biz ən yaxşı halda 207-yə subhesab kimi açıb saxlaya bilərik. Digər. Çünki xam mal və material başqa bir şeydir. Biz bunu istehsalatda istifadə etmirik ki, xam mal bölümünə qoyaq. İstədiyiniz kimi 201-də saxlaya bilərsiniz. Amma 201-də başqa nə saxlayırsınız? Bəli. Neçənci? Yo. 10-cu hesab ola bilərdi. 10-cu hesabın altında ola bilərdi. 12 amortizasiya ilə bağlı bir şeydir, səhv etmirəmsə. Mən köhnə hesablarla işləmişəm çox bunda. Baxın, digər ehtiyatlar nədir? Biri adlandırdığınız, qruplaşdırdığınız ehtiyatlar var. Bu orada net olaraq deyir. Deyir 204 hazır məhsul, 205 mal. Bəli. Əgər çeşidləmədə adı yoxdursa, digər ehtiyatın subçotlarında kodlaşdırıb apara bilərsiniz. Bu sizə ümumi aktiv alış kimi götürmənin doğrudur. Amma indi biz artıq detalına enirik axı. Biz onu əsas vəsaitlə eyniləşdirə bilmərik. 207-nin daxilində sub hesabı yoxdur. Hə? Sub hesabı sən qoyacaqsan da. Elə özüdür də. Sən qoyacaqsan da sub hesab. Bax, bu nədir? Dəftər məsəl üçün, üçün mən niyə sub hesab deyirəm ki, sizdə alt şuurda formalaşsın.
Sabah xanım əməliyyat işləyirsiniz. Dəftərxana ləvazimatları gəldi. 207.1-ə qeyd elədiniz. Sonra kartrizlər gəldi. Deyək ki, istəyirsiniz ki, bunun dəyəri bununla bir-birinə qarışmasın. Düzdürmü? Onu necə edəcəksiniz? Misal üçün 207. Sonra başqa bir şey gəldi. Papkalar gəldi deyək ki. Papka yox da başqa bir şey deyək. Nələr steplerlər, drakanlar, 50 matlıq şrederlər gəlib deyək ki. Yəni biri var kağız məmulatları, gündəlik istifadə edir. Əlbəttə niyə yoxdur ki? Balans sənin, izah verəcək olan maliyyəçisən. Onun heç kəsə dəxli yox. Orada yox deyə ona görə. Bildim. Oradakıları mən kənarlardan tapıb yazmışam hələ. Standart şeylərdə heç onların çoxu yoxdur. Amma o adlandırmanın çoxu yoxdur. Deməli, nədir bu digər ehtiyat dedik? Ehtiyat. Tamam, bunu da etdik. Bir dənə başqa əməliyyat da tapaq burada. Passivin yer dəyişməsidir. Orada bu. Bir dənə bax, məsəl üçün şey işləyək, işçiyə kimi gələcək onsuz da. Bəli, Bravo texnologisi də işləyək. Axırıncı əməliyyatımız 400-də, düzdür. Qarışdırıram yerini. O nə deyir? Bir dənə mənə təyinatın deyin yazımda o. Nə idi təyinatı? Tamam. Baxın, mən heç yuxarıya baxmadan deyirəm. Bu nədir? Passivin yer dəyişməsi əməliyyatıdır, düzdürmü? Deməli, mən heç bir aktiv hesabı istifadə etməyəcəm 1-dən 300-ə qədər. Bunu mən istifadə edəcəm 300-dən tutmuş şeyə qədər. Nədir onun adı? 800-900-ə qədər. Yəni, bu hesablarım aktivdədir bu dəqiqə. Gəlirəm nədir? Xidmət hesablaması. Deməli, bunun bir tərəfi xərc olacaq. Xərc olanı xərc harada artmalıdır? Debitdə avtomatik sözlə. Baxın, deyək ki, hesab nömrələrimiz yoxdur. Debitə yazırıq xərc. Kreditə yazırıq öhdəlik. Debitimiz də rəqəm nə idi orada? 400 manat idi. Bəli, 530. Axı, artıq bunlar, belə deyək, sizin müəssisənin daxili normativ qaydalarına əsasən, verdiyi akt və əmrlərə əsasən də nömrələr seçilə bilər, orada apara bilərsiniz. İstifadə etdiyiniz proqram təyinatındakı hesab nömrələri fərqli ola bilər, orada da apara bilərsiniz. Və yaxud da ki, standart, belə deyək, hər kəsin bazarda çox müəssisənin istifadə etdiyi 1800 UPP-dən istifadə edilir. Oradakı 3 rəqəmli hesabatlardan istifadə edəndə, bəli, 531 və internet xərcini, xərci səndir, internet xərcini biz nə yazaq? 721 yazaq, 31 yazaq, 751 yazaq, 711 yazaq. Dedim də sən hamısını saydım, hansı yazaq? İstər açıqlamalarını deyim. 721 inzibati xərcdir, 731 sayıl əməliyyat xərcləridir, 751 maliyyə xərcləridir, 711 də kommersiya xərcləridir. Tamam, sən 731-də xanım inzibati xərc dedi. Özümü Acuncar kimi hiss edirəm hal-hazırda. Yox mu artıraq? Sizdə oyatmağa çalışdığım şey nədir? Baxın, mən bu interneti hara üçün çəkirəm? Bu xidməti hara üçün alıram? Ofis üçün alıram. İş üçün okey o üzərində. Ofis üçün alıram. Bu mənim inzibatimdə istifadə olunacaq. Mən bunu əgər istehsalata alsaydım ki, tikiş tikəcək xanımlarımız, çünki məsələmiz ondan ibarətdir, düzdürmü? Xanımlarımız orada istifadə etsin və yaxud da bu mənim o paltarı tikməyimə bir təsiri var. Deyək ki, orada mənim 16 rəng vuran böyük aparatım var ki, hansı ki toxuma eləyir və internetlə işləyir, kompüteri falan var. Onun da xərcini salardım mən onun maya dəyərindən vurduğu hər belə deyək də polis rozetinin və yaxud da ki başqa bir şeyin. Amma yox, bu ofis üçündür və inzibatda gedəcək. Ona görə 721-i qeyd edirsiniz. Çaşdırıram. 50.000. Baxın, bu əməliyyatı görürsünüz. Baxın, bu əməliyyatı görürsünüz. Bu əməliyyatla bu əməliyyat eyni əməliyyatdır. Sadəcə olaraq, indi demirəm, yenə də əlavə informasiya gəlməsin. Biri
ilkin qoyuşdandır. Digər isə əlavə kapital qoyuluşudur. Orada alt müxabirləşmələr gedəcək. Biri pay alqı-satqı müqaviləmiz olmalıdır ki, birinin pulu azalsın, digərininki artsın. Yəni balans bölgüsü olmalıdır, sıfırlanmalıdır kapital dəyişikliyi hesabatında. İkisi də yerini almalıdır. Bəli. Yo, niyə ki? Özünüz deyir, əsas vəsaitini qoyur. 50.000 əsas vəsait 50.000 idi. Əsas vəsaitini qoyur. Bəli. Düzdür. Torpaq tikilir, avadanlığı artacaq. Bu bir tərəfdə də öhdəlik artacaq kapitalda. Yəni kapital yeri öhdəlik eləmir. Kapital yerində şey artacaq. 2 nəfər onun payı olacaq elə bir. 25-75 olaraq. Eyni amma belə deyək də toplamda 150.000 summa görünəcək orada. Kapital hissəsində 150.000 summa olacaq. Kapitalda 150.000 summa olacaq. O pay bölgüsünə görə bölünəcək aralarında 75-25 olaraq. Baxın, 150.000-in 75-25 nisbəti nə eləyir? Yəni biri var 25%. Siz düşünərsiniz ki, bir adamın da, ikinci qoşulan adamda 50.000 görünəcək. Yox, elə olmayacaq. Yəni 150-nin 25% onda görünəcək. Çünki biz elə danışmışdıq ki, mən sənə 25%lik pay verirəm, sən mənə 50.000-lik obyekt verirsən, müəssisəyə daha doğrusu. 50.000-lik obyekt qoyursan. İndi bir dənə zəhmət ola, buranı işlədik, düzdürmü? Gəlin, buranı silirəm. Bura bu günlərin bunları etməsək, bu gün belə başa düşmək üçün edirik. Yox, çıxmayacaq, siləcək indi onları. Bilirəm də, silmək lazımdır onları. Gəlin, baxın, birinci nə etmək lazımdır? Bir dəqiqə. Bir dəqiqə.